Ali İmran surəsi 134-cü ayədə Allah Taala təqvalıları vəsf edərkən buyurur: "Vel qaziminal gayza vel afina anin nasi vallahu yuhibbul muhsinin." Ana diqqət eləyin, ən lazımlı ayədir. Təqvalı həmin kəsdir ki, bir qəzəblənməyən, iki cəmaatın xətasından keçənlərdir. Allah yaxşılıq edənləri sevir. Bu gözəl şeydir. Adam var ki, bir dənə səhv eləyirsən, da evi tikilmiş, aylarla yatızdırır sənə qapı. Bir dənə özür istədi, bağışla geçsin də. Allaha bax gör, nə qədər günah edirik, Allah bizi əfv edir, bağışlayır. Sən də bağışla da. İmamın bir dənə nökəri vardı, İmam Hüseyin əleyhissalamın. Bir gün bu nökər böyük bir dənə xətaya yol verdi. İmama xəbər verdilər ki, belə bir iş görüb, Həzrət deyir ki, onu cəzalandırmaq lazımdır. Nökər eşitdi ki, dayı cəzalanacaq, gəldi də ki, Seyyidi, mənim ağam, vəl-qaziminəl qeyz, təqvalılar qəzəblərini udandır. Həzrət buyurdu ki, onu cəzalandırmıyor. Nökər dedi, vəl-əqibətu vəl-əfinə anin-nas, təqvalılar cəmaatın xətalarından keçəndir. İmam dedi ki, səni əfv elədim. Nökər davam elədi, vallahu yuhibbul muhsinin, Allah yaxşılıq edənləri sevir. İmam buna baxdı, dedi ki, səni Allaha xatir azad elədim.